Değerli izləyicilər, bir son dəqiqə məlumatı sizə təqdim edirəm. Hacıbala Abutalubov və 3 sabiq başçı məsuliyyətə cəlb edilir. Mühüm bir gəlişmənin olduğu bildirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov sənədsiz evlərə su verilməyəcəyini bildirib və qanunsuz tikililər probleminə toxunub. Zaur Mikailovun bu açıqlaması bəzi çevrələrdə böyük qanun pozuntularının üzə çıxması kimi qiymətləndirilir. Müzakirələrdə Azərsu ASC-nin sabiq rəhbəri Qorxmaz Hüseynovun, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalubovun, həmçinin Xətai, Nizami və Binəqədi rayonlarının keçmiş icra başçılarının, eləcə də müxtəlif bələdiyyə sədrlərinin və digər vəzifəli şəxslərin adları hallandırılır. Qanunsuz tikililərə verilmiş icazələrə görə sabiq məmurlardan kimlər məsuliyyətə cəlb oluna bilər? Qlobal İnfazda danışan vəkil Mehman Muradlı bildirib ki, Hacıbala Abutalubov və digər şəxslərin məsuliyyətə cəlb edilməsi üçün konkret faktlar olmalıdır. Cinayət işinin başlanması üçün fakt olmalıdır. Qeyd edilən məsələ ilə bağlı cinayət işi varsa, istintaqçılar sözü gedən şəxsləri məsuliyyətə cəlb edə bilərlər. Bələdiyyələrin torpaq ayırması məsələsinə gəldikdə vəkil bildirib ki, 2006-cı ilə qədər qanunvericilik fərqli idi. Həmin dövrdə bələdiyyələr öz qərarları ilə vətəndaşlara torpaq sahəsi verə bilirdilər. Bu torpaqlarda tikilmiş evləri tamamilə sənədsiz hesab etmək nə dərəcədə doğrudur? Bu da mübahisəli məsələdir. Əgər bugün hansısa tikililər qanunsuz sayılırsa, məsuliyyət təkcə vətəndaşların üzərinə qoyulmamalıdır. Kimlərsə vaxtilə sənədsiz tikililərə icazə verib və ya göz yumubsa, əsas məsuliyyət məhz onların üzərindədir. Mehman Muradlı onu da əlavə edib ki, ortada ciddi qanun pozuntuları və ya korrupsiya faktları varsa, onlar araşdırılıb ictimaiyyətə açıqlanmalıdır. Əks halda insanların sudan məhrum etmək kimi addımlar sosial narazılığı daha da artıracaq. Bu məsələdə ən vacib məqam şəffaflıq, konkret hansı evlərin və hansı əsaslarla su təminatından kənarda qalacağı açıqlanmalıdır ki, vətəndaşlar da öz vəziyyətlərini dəqiq qiymətləndirə bilsinlər.